Salam. Bugün gəlin birbaşa mənbəyə baş vuraq. Azərbaycan Respublikasının seçki məcəlləsinə. Salam. Bəli, bu vacib sənəddir. Baxaq görək bu qanunlar toplusu seçkilər, referendumlar barədə bizə nə deyir? Yəni əsas məqsəd nədir? Əsas məqsəd odur ki, vətəndaşlar öz iradələrini sərbəst ifadə edə bilsinlər. Bu məcəllə prezident, Milli Məclis, bələdiyyə seçkilərini, hətta referendum qaydalarını da əhatə edir. Əlimizdəki mənbələr əsasən referendum və Milli Məclisə seçkilər qaydalarına aiddir. Məqsədimiz, belə deyək, bu proseslərin arxasındakı məntiqi anlamaqdır. Tamamilə doğrudur. Yəni, referendum necə işləyir? Deputatlığa namizəd olmaq, seçilmək, bu yollar necədir? Gəlin baxaq görək, bu qaydalar nə deyir? Bəli, əslində bu məcəllə, bilirsiniz, vətəndaşların səs vermə hüququndan necə istifadə etdiyini, bütün seçki prosesinin o hüquqi təməlini müəyyən edir. Bəli. Biz də çalışacağıq ki, sizin üçün bu qaydaların ən, necə deyim, diqqət çəkən tərəflərini və onların əhəmiyyətini biraz açaq. Çox yaxşı. Gəlin elə təməl prinsiplərdən başlayaq. Başlayaq. Ümumiyyətlə, seçkilər hansı prinsiplərə əsaslanır? Məncə, bərabərlik əsas olmalıdır, hə? Tamamilə. Məcəllə çox aydın deyir. Seçkilər ümumi, bərabər, birbaşa seçki hüququ əsasında olur və çox vacib gizli səs verməklə. Gizli və şəxsi, yəni hər kəs özü səs verir. Bəli, şəxsən. İştirak da könüllüdür, heç kim məcbur edilə bilməz. Və təbii ki, kimliyindən, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsin seçmə hüququ var. Hər kəsin bir səsi var və bütün səslər bərabərdir. Bu aydındır. Düzdür, bunlar məcəllənin ilk maddələrində öz əksini tapıb. Yaxşı, bəs konkret olaraq kimlər səs verə bilər və ya kimlər seçilə bilər? Bu həmişə maraq doğurur axı. Səs vermə hüququna, yəni aktiv seçki hüququna gəlincə, əsasən 18 yaşına çatmış Azərbaycan vətəndaşları. Amma bir istisna var. İstisna. Məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan sayılan şəxslər səs verə bilməz. Aydındır. Bəs vətəndaşlığı olmayanlar? Eşitmişəm ki, bələdiyyə seçkilərində fərqlidir. Bəli, maraqlı məqamdır. Bələdiyyə seçkilərində əgər ən azı 5 il daimi Azərbaycanda yaşayarlarsa, vətəndaşlığı olmayanlar da, hətta bəzi əcnəbilər də səs verə bilər. Amma bu, yalnız bələdiyyə üçündür. Çox maraqlıdır bu. Yerli özünü idarə etmənin özəlliyi ilə bağlıdır deyəsən. Bəs seçilmək, orada yəqin məhdudiyyətlər daha çoxdur, bilməzsən. İkili vətəndaşlıq da mane olur deyəsən. Bəli, ikili vətəndaşlıqda. Həmçinin bəzi peşə sahiblərini, hərbi qulluqçular, hakimlər, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, onlar vəzifədə olduqları müddətdə seçilə bilməzlər. Anladım. Kimin iştirak edə biləcəyi aydındır. Bəs bütün bu prosesi kim idarə edir? Kim təşkil edir? Bu işi seçki komissiyaları görür. 3 əsas səviyyə var. Mərkəzi seçki komissiyası, yəni MSK, sonra dairə seçki komissiyaları, DSK-lar, bir də məntəqə seçki komissiyaları, MNTSK-lar. Yəni hər məntəqənin öz komissiyası olur. Bəli, bilavasitə səs verməni onlar keçirir. Qanun tələb edir ki, bu komissiyalar tam müstəqil fəaliyyət göstərsinlər. Müstəqillik vacibdir, amma mən eşitmişəm ki, komissiyaların tərkibində siyasi partiya təmsilçiləri də olur axı. Bu necə olub? Bu həssas məqamdır. Komissiyaların tərkimi, deməli, Milli Məclisdə təmsil olunan siyasi partiyaların həm çoxluğun, həm də azlığın və bitərəf deputatların təqdim etdiyi namizədlərdən formalaşır. Yəni bir növ balans yaratmaq üçündür. Belə deyək də, nəzəriyyədə bu, fərqli maraqların təmsil olunması və qarşılıqlı nəzarət üçündür. Amma praktikada bunun müstəqilliyə təsiri əlbəttə müzakirə mövzusudur. Aydındır. Keçək daha canlı mövzuya, seçki kampaniyasına. O təbliğat dövrü necə tənzimlənir? Zaman məhdudiyyəti var? Var. Özdə çox dəqiq. Seçki qabağı təşviqat, səsvermə gününə düz 23 gün qalmış başlayır. Və səsverməyə 24 saat qalmış, yəni bir gün əvvəl tam dayanmalıdır. Deməli, səsvermə günü və bir gün əvvəl sükut günüdür. Bəli, tamamilə təşviqat qadağandır. Ondan əvvəl isə təşviqat müxtəlif yollarla aparıla bilər. TV, radio, qəzetlər, görüşlər, plakatlar, yəni bildiyimiz usullarla. Maraqlıdır. Bəs mediada bərabər şərait necə təmin olunur? Qanunda bunun üçün də müddəa var. Dövlətə məxsus, yəni qanunla müəyyən edilmiş
TV, radio kanalları və qəzetlər qeydə alınmış namizədlərə və partiyalara pulsuz efir vaxtı və ya yer ayırmalılar. Hə, bu maraqlıdır. Bir növ imkanları bərabərləşdirmək cəhdidir. Bəs qadağalar, məsələn, seçicilərə hədiyyə vermək filan. Bax, bu çox ciddi məsələdir. Seçiciləri maddi maraqlandırmaq, pul, hədiyyə, güzəştli xidmət təklif etmək, yəni belə deyək də, seçicini ələ almaq qəti qadağandır. Bu, seçki azadlığına birbaşa müdaxilə sayılır. Tamamilə məntiqlidir. Yaxşı, gəldik səs vermə gününə. Məntəqədə proses necə qurulur? Nələrə diqqət edilir? Səsvermə xüsusi ayrılmış, təhciz olunmuş məntəqələrdə keçirilir. Şəffaf seçki qutuları istifadə olunur. Səsvermədən əvvəl hamı görür ki, qutular boşdur. O, barmaq işarələmə məsələsi də var elə. Bəli, təkrar səsvermənin qarşısını almaq üçün seçicinin sol əlinin baş barmağına xüsusi, görünməyən mürəkkəblə işarə qoyulur. Yalnız ultrabönövşəyi işıqda görünür. Aha. Və əlbəttə, ən əsası, hər kəsin öz seçimini tam gizli şəkildə etməsi üçün xüsusi kabinələr olmalıdır. Gizlilik prinsipi pozulmamalıdır. Bütün bu tədbirlər şəffaf qutu, barmaq işarəsi, gizlilik, yəqin ki, prosesə inamı artırmaq üçündür. Bəs qaydalar pozularsa, kiməsə şikayət etmək olur? Əlbəttə, əgər siz, yəni seçici və ya müşahidəçi, namizəd, hər hansı qanun pozuntusu görsəniz və ya komissiyanın qərarı ilə razı deyilsinizsə, şikayət mexanizmi var. Hara şikayət etmək olar? Yuxarı seçki komissiyasına və ya birbaşa məhkəməyə müraciət etmək hüququnuz var. Pozuntunun dərəcəsindən asılı olaraq məsuliyyət də fərqlidir. İnzibati və ya hətta cinayət məsuliyyəti. Cinayət məsuliyyəti hansı hallarda? Məsələn, seçki sənədlərini saxtalaşdırmaq, səsləri bilərəkdən səhv saymaq, səs vermənin gizliliyini pozmaq, seçicini səs verməyə məcbur etmək, bunlar artıq cinayət sayılır və məcəllədə də, cinayət məcəlləsində də cəzaları nəzərdə tutulub. Görünür, qanunvericilik bazası kifayət qədər əhatəlidir. Məcəlləyə görə hansı məsələlər referenduma çıxarıla bilər, hansılar yox, bunu birbaşa konstitusiya özü müəyyən edir. Düzdür. Amma çox maraqlı bir detal var. Əgər konstitusiyanın özündə bir dəyişiklik təklif olunursa, onda məsələ referenduma getməzdən əvvəl mütləq Konstitusiya Məhkəməsinin rəyi alınmalıdır. bu bir növ ilkin yoxlama kimidir, elə deyilmi? Bəli. Bu vacib bir mexanizmdir. Təklif olunan dəyişikliklərin ölkənin əsas qanununun, yəni Konstitusiyanın ruhuna, prinsiplərinə uyğun olub-olmadığını yoxlamaq üçündür. Anladım. Bəs referendumu kim təyin edir? Referendumun təyin edilməsinə gəlincə, bu səlahiyyət ya Milli Məclisdədir, ya da prezidentdə. Aha. Amma burada başqa bir diqqət çəkən məqam da var. Ən azı 300 min seçki hüququ olan vətəndaşda öz təşəbbüsü ilə referendum keçirilməsini təklif edə bilər. Vay, 300 min. Bu ciddi rəqəmdir, amma yenə də. Bəli. Bu, nəzəri olaraq vətəndaşlara birbaşa təsir imkanı verir. Düzdür, 300 min imza toplamaq kifayət qədər çətin bir işdir, amma qanunda bu imkan var. Deməli, vətəndaşların da birbaşa təşəbbüs imkanı var, ən azından kağız üzərində. Yaxşı, bəs insanlar referenduma çıxarılan məsələ barədə məlumatı necə alırlar? Qanun deyir ki, aktın layihəsi mediada dərc olunmalıdır. Mütləq. Və səs verməyə 30 gün qalmış, hər bir seçici öz məntəqə seçki komissiyasından onun surətini əldə edə bilər. Yəni, tanış olmaq imkanı yaradılır. Aydın oldu. Bəs nəticələr necə müəyyən olunur? Qəbul üçün nə lazımdır? Nəticələrə gəldikdə, deməli, bir qanun layihəsinin qəbulu üçün səsverməti iştirak edənlərin yarıdan çoxunun hə deməsi kifayətdir. Sadə çoxluq. Sadə çoxluq. Amma konstitusiya ilə bağlı bəzi xüsusi referendumlar üçün əlavə bir şərt də var. Orada, əgər ümumi seçici siyahısındakıların 25%-dən azı səsvermədə iştirak edibsə, yəni yetər say olmursa. Bəli. O zaman referendum baş tutmamış sayılır. Bu, yəqin ki, konstitusiya kimi fundamental sənədlərdə dəyişiklik üçün daha geniş ictimai iştiraki təmin etmək məqsədi daşıyır. Belə düşünmək olar. Məntiqlidir. Referendum qaydaları belə. İndi keçək Milli Məclisə, seçkilərə. Sistem necə qurulub? Sistem əslində çox sadədir. Ölkə 125 bir mandatlı dairəyə bölünüb. Yəni, hər dairədən bir deputat? Bəli, hər dairədən yalnız bir nəfər deputat seçilir. Majoritar sistem deyirik buna. Bəs namizədliyi kimlər verə bilər?
Namizədliyi, deməli, siyasi partiyalar irəli sürə bilər, partiyaların yaratdığı bloklar irəli sürə bilər, ya da ki, istənilən vətəndaş fərdi qaydada öz namizədliyini irəli sürə bilər. Fərdi qaydada. Hə, amma namizəd olmaq üçün əsas şərtlərdən biri odur ki, mütləq öz dairənizdən ən azı 450 seçicinin imzasını toplamalısınız. 450 imza. Bəli, və burada çox maraqlı bir fərq var. Milli Məclisə seçkilərdə. Məcəlləyə görə bir seçici istəsə bir neçə namizədin lehinə imza verə bilər. Doğrudan. Bu çox qəribədir. Prezident seçkilərində deyəsən belə deyil. Hə, məhz bu. Prezident seçkilərindən əsaslı şəkildə fərqlənir. Orada qayda başqadır. Deməli, parlament seçkilərində seçici daha çox namizədə dəstək verə bilir imza ilə. Maraqlıdır. Bəs seçkidə kim qalib gəlir? Qayda çox sadədir. Öz dairəsində kim ən çox səs toplayıbsa, o namizəd seçilmiş hesab olunur. Yəni, nisbi çoxluq kifayətdir. Bəli. Bəs əgər məsələn heç kim qeydə alınmasa və ya sonda cəmi bir namizəd qalsa nə olur? Belə bir hal olsa? Nə olur onda? Təkrar seçki. Belə hallarda qanun seçkilərin 2-3 ay sonraya təxirə salınmasını nəzərdə tutur. Təxirə salınır. Bəli. Seçkilər baş tutduqdan sonra isə yekun nəticələrin təsdiqi prosesi başlayır. Deməli, Mərkəzi Seçki Komissiyası bütün protokolları yığır, toplayıb göndərir Konstitusiya Məhkəməsinə. Məhz Konstitusiya Məhkəməsi seçkilərin yekun nəticələrini təsdiq etmək və ya ləğv etmək səlahiyyətinə malikdir. Son söz məhkəmənindir. Bəli. Əgər məhkəmə nəticələri təsdiq etməzsə və ya hər hansı dairədə seçkilər etibarsız sayılsa, o zaman həmin dairədə təkrar seçkilər keçirilməlidir. Aydındır. İndi çox qısa da olsa o prezident seçkilərindəki imza tələbinə də toxunaq. Dediniz fərqlidir. Necədir orada? Orada rəqəmlər başqadır. Namizəd olmaq üçün ümumilikdə ən azı 40 min imza lazımdır. 40 min. Bəli, 40 mindən az olmayan və bu imzalar ölkənin ən azı 60 seçki dairəsindən toplanmalı, hər dairədən də minimum 50 imza olmalıdır. Şərtlər daha sərtdir, görürsünüzmü? Bəli, daha mürəkkəbdir. Və ən əsas fərqi bir daha vurğulayaq. Prezident seçkilərində hər bir seçici yalnız və yalnız bir namizəd üçün imza verə bilər. Milli Məclis seçkilərindəki kimi bir neçə namizədə imza atmaq mümkün deyil. Bu çox vacib fərqdir. Deməli, beləliklə, gördüyümüz kimi seçki məcəlləsi həm referendum, həm də parlament və prezident seçkiləri üçün olduqca detallı, addım-addım bir prosedur müəyyənləşdirir. Elədir. Vətəndaş təşəbbüskarlığından tutmuş, namizədlik şərtlərinə, səs vermənin keçirilməsinə, nəticələrin təsdiqinə qədər, yəni hər mərhələ üçün qaydalar var. Biz də çalışdıq sizinlə bu mexanizmlərin əsas işləmə prinsiplərini, əsas məqamlarını bölüşək. Bəli, bu qaydalar seçki prosesinin belə deyək, kağız üzərində necə qurulduğunu aydın şəkildə göstərir. Ancaq bilirsiniz, bütün bu detallı prosedurların və müəyyən edilmiş hədlərin, məsələn o imza sayı tələblərinin, Bəli, o hədlərin vətəndaşların seçki prosesində real fəal iştirakına nə dərəcədə təsir etdiyi və bunu necə ölçmək mümkün olduğu sualı yaranır. Yəni, bu prosedurlar iştirakı asanlaşdırır yoxsa əksinə? Bugün Azərbaycanın seçki sisteminin hüquqi çərçivəsinin bəzi aspektlərinə toxunduq. Çox detallı sistemdir. Həqiqətən də, məcəllə çox təfərrüatlıdır. Amma bu, insanda belə bir sual da yaradır, elə deyilmi? Görəsən bu qədər dəqiq, bəlkə də həddən artıq detallı qaydalar seçki prosesinin ədalətliliyini təmin etməyə nə dərəcədə kömək edir, yoxsa əksinə, onu biraz da mürəkkəbləşdirir. Bu bəlkə də sizin üzərində düşünməniz üçün yaxşı bir məqamdır. Bu barədə düşünməyə dəyər. Maraqlı sualdır. Gələn dəfə görüşənədək. Sağ olun.